Hörmətli həmkarlar, hörmətli abituriyentlər və şagirdlər, bugün biz sizlərlə birlikdə 2025-ci il model testlər 1-ci qrup üzrə tapşırıqlarımızın izahına baxacağıq. Birinci çalışmada deyir ki, doymuş aldehid molekulunda karbon atomlarının 16 SPH hibrid orbitalı varsa və əsas zəncirində ikinci karbon atomunun oksidləşmə dərəcəsi -1-dirsə, aldehid üçün hansı ifadələr doğrudur? Aldehidlər necə yazılır müəllimlər? CN, deməli, CnH2n üstə gəlinsin 1COH. Düzdürmü? Və burada karbon atomlarının 16 SPH hibrid orbital var. Burada bilirik ki, karbonil qrupunun və yaxud da ki, aldehid qrupunun karbonu sp2 hibridləşmə vəziyyətindədir və radikal hissədə bütün karbonlar hamısı sp3 hibridləşmə vəziyyətindədir. O zaman radikal hissədə 4n qədər sp3 hibrid orbitalı olsa, 4n'imiz 16-ya bərabərdir, n'imiz 4-ə bərabərdir. N'imiz 4-ə bərabərsə, deməli radikal hissədə 4 karbon var və deyir ki, burada ikinci karbon oksidləşmə dərəcəsi -1-dir. Onda mən bunu necə yazaram? Baxın, CH3, CH2, CH, CH3, C2 qatıraqda oksigen H. Belə yazaram ki, bu mənim birinci karbonum olar. Bu ikinci karbon, bu 3, bu da 4. Çünki nömrələmə aldehid qrupu tərəfindən aparılır və ikinci karbon CH-dır da, düzdürmü? Burada karbon oksidləşmə dərəcəsi -1-dir. Niyə? Çünki karbonun yalnız hidrogenlə birbaşa əlaqəsi var. Ətrafda olan karbonlarla işimiz yoxdur. Zaten karbon arasında elektron alış-verişi yoxdur. İkinci karbonun CH-dır. Oksidləşmə dərəcəsi karbon -1 olacaq. Deməli, mənim aldehidim bu formadadır. İndi deyir ki, oksidləşməsindən 3 metil butan turşusu alınar. Oksidləşməsindən 3 metil butan turşusu alınmaz. 2 metil butan turşusu alınar. Deməli, bu səhvdir. Molekulunda asimetrik karbon atomu var. Haşiyə aldığım karbon ilə asimetrikdir. Niyə? Çünki ikinci karbonun bir hidrogeni, bir metil radikalı, soldan bir etil radikalı, sağdan isə bir aldehid qrupundan əhatələnibdir. Deməli, həqiqətən asimetrik karbon görürük burada. İkinci ifadə doğrudur. Elə doğrunu soruşurda cavab B variantı olar. Sonra deyir ki, izobutil radikalı və aldehid qrupundan birləşməsindən əmələ gəlib. Xeyr, izobutil radikalı deyil bu, ikili butil radikalıdır, səhvdir. Molekulunda 10 polyar kovalent rabitə var. Saysanız 10 polyar kovalent rabitə görməyəcəyik. Birli karbonlar bütün karbonların 40%-ni təşkil edir. Birli karbon deyəndə baxın H2 alıram. Bu birli karbondur, bu da birli karbondur, bu da birli karbondur. Çünki bir karbon qonşusu var. Ortada yerləşən bu üçüncü karbon ikili karbondur. Çünki 2 karbon qonşusu var. İkinci karbon isə üçlü karbondur. Çünki 3 karbon qonşusu var. Neçə dənə karbonumuz oldu birli karbon kimi? 3 birli karbonumuz var. 3 ümumi karbonların sayının, yəni neçədir ümumi karbonların sayı? 5 karbonumuz var da ümumilikdə. Metil radikalına birlikdə 5 karbon var. 3 də 5-in 60%-ni təşkil edir. 40% səhvdir. Doğru ifadə B variantı olacaq. 2-yə gələndə deyir, Euler-Venn diaqramına uyğun bəndləri müəyyənləşdirin. Deməli, təzyiqin artması tarazlığın yer dəyişməsinə təsir etmir. Bu olacaq ikinci reaksiya üçün. Niyə? Çünki burada sağda da solda da qaz halda olan maddələrin molu eyni olduğuna görə təzyiq tarazlığın istiqamətinə dəyişməz. Temperatura artırılması tarazlığı ilkin maddələrin alınması istiqamətinə yönəldər. Temperaturu artıranda tarazlıq birinci reaksiyada sol tərəfə yönələr. Çünki sağımız müsbət küdsə, solumuz mənfi küdür. Temperaturu artanda tarazlıq mənfi küd tərəfə, yəni sol tərəfə yönəlir. Və sol tərəfdə ilkin maddələrin alınması istiqaməti olduğuna görə ikincini aid edirik birinci punktda. Oksigenin qatlılığını artırdıqda tarazlıq məhsulun alınması istiqamətinə yönəlir. Oksigenin qatlılığını artıranda tarazlıq oksigenin olmadığı tərəfə, yəni sağ istiqamətə yönələr. Hər ikisində oksigenin qatlılığını artıranda tarazlıq sağ tərəfə yönəlir. Hər iki reaksiya üçün ortaq olduğuna görə 3-cü punktda aid edirik. Həcmi artırdıqda tarazlıq ilkin maddələrin alınması istiqamətinə yönələr. Həcmi artıranda tarazlıq qaz halda olan maddələrin molunun çox olduğu tərəfə yönələr. Birinci reaksiyada sol tərəfdə, əgər mən həcmi artırsam, tarazlıq qazların molunun çox olduğu tərəfə yönələr və birinci reaksiyada sol tərəfdə qazların molu çox olduğuna görə mən həcmi artıranda tarazlıq sola yönələr, yəni ilkin maddələrin alınması, yəni CO oksigenin alınması istiqamətinə yönələr. Yəni 4-cü punktu da bura aid eləsək, 2-də doğru cavab 2, 4, deməli 1 və 3 kimi A variantında göstərilib. Yəni A variantı doğru olacaq. 3-də deyir ki, XO birləşməsində oksigenin proton sayı bütün protonların sayının 25%-ni təşkil edir. XO birləşməsində oksigenin protonları 8-dir. 8-i ümumi protonların sayını bir B ilə işarə eləsək, 8-ni B-yə bölüb 100-ə vursaq, verəcək 25%. Buradan 25 ilə 100 ixtisar gedər. Burada qalar 4. Deməli, B bərabər olacaq 32-yə. Deməli, tapdıq ki, ümumi protonların sayı burada 32-dir. XO birləşməsində protonların 8-i oksigeninkidirsə, X-in protonlarını X-dan işarə etsək, ümumi protonların sayı 32-dir. Buradan X-i tapsaq, 32-dən çıxacaq 8-i. 32-dən 8 çıxsaq bizə verəcək 24.
Deməli, başa düşdük ki, X-in protonlarının sayı 24-ə bərabərdir. X-in protonlarının sayı 24-ə bərabərdirsə, X üçün bilirik ki, elektron formulu yazarkən bu xromdur da əzbər demişik, həmişə yadda saxlayırıq. 24-dür, 29-dur. 24-də 3D 5, 4, S1 olur kürəsil simmetriyaya görə. 29-da isə 3D 14, S1 olurdu. Deməli, burada 3D 5, 4, S1, yəni X-in elektron formu olacaq. Bu da D variantında göstərilibdir. 4. Hansı reaksiyalarda oksidləşmə məhsulu mürəkkəb maddədir? Oksidləşmə məhsulu mürəkkəb maddədir. Silisium müsbət 4 oksidləşmə dərəcəsindən silisium 0-a gəlibdir. Magnezium 0-dan magnezium müsbət 2-yə gəlib. Magnezium azdan çoxa getdi, oldu reduksiyaci. Reduksiyaci oksidləşər. Oksidləşmə məhsulu magnezium oksiddir. Bu da mürəkkəb maddədir. Biri doğru qəbul edərik. Daha sonra baxırıq. Deməli, azot -3-dən azot 0-a gəlib. Azdan çoxa gedib. Olub reduksiyaci. Reduksiyaci oksidləşər. Oksidləşmə məhsulu azotdur, bəsit maddədir. Bu səhvdir. Daha sonra baxırıq nəyə? Azot -3-dən yenə azot gəlib 0-a, azdan çoxa getdi. Oldu reduksiyaci. Reduksiyaci oksidləşər. Oksidləşmə məhsulu yenə azot, bəsit maddədir. Daha sonra baxırıq nəyə? Alüminium 0-dan alüminium müsbət 3-ə gəlib. Alüminium azdan çoxa getdi. Oldu reduksiya edici. Reduksiya edici oksidləşir. Məhsul oksidləşmə məhsuludur. Alüminium KO3 oksidləşmə məhsuludur və mürəkkəb maddədir. Mürəkkəb maddə oksidləşmə məhsulu olan versiyalar 1-ci və 4-cü tapşırıq reaksiyalarda verilib. Ona görə də 4-də doğru cavabı C variantı qəbul edərik. 5-ə gələndə sulfat turşusu artı fosfat turşusu. H2SO4-ün 1 molunda baxın demişik ki, ümumi rabitələrin sayı oksigenli turşularda necə tapılır? Oksigenin valenti vurulur indeksinə. 2-ni 4-ə vursaq 8. A mol sulfat turşusunda 8 A mol rabitə olacaq. H3PO4-də də həmçinin oksigenin valenti 2-dir, indeksdə 4 var. 2-ni 4-ə vursaq 8 mol rabitə olacaq və A mol artı fosfat turşusunda yenə 8 A mol rabitə olacaq. 8A ilə 8A-nın cəmi mənə 48 mol ümumi rabitə verəcək. 16A-mız 48-ə bərabərdirsə, A-mız bərabər olacaq 3 mola. A-mız 3-dürsə, doğru cavab 5-də B variantında əks olunubdur. 6-cı çalışma ilə davam edirik. 6-cı çalışmaya görə bilirik ki, S bərabərdir nü bölünsün V. Nü də bərabərdir SV düsturuna görə. Mən H-xlorun mol miqdarını tapmaq üçün onun molyar qatlığı 5 molyarı vuraram. Məhlulun həcmi 0,2 litrə. Niyə? Çünki 200 milli H-xlor məhlulu 0,2 litr deməkdir. Buradan taparam ki, söhbət 1 mol H-xlordan gedir. İndi H-xlorla XOH2 arasında neytrallaşma reaksiyası aparmaq istəsəm, 2 mol H-xlor, 1 mol XOH2 ilə, yəni əsasla reaksiya daxil olar, əmələ gətirər X-xlor2 və su maddəsi. Və biz bilirik ki, bizim reaksiyamız üzrə 1 mol H-xlor sərf olunub və müəllif deyir ki, 1 mol H-xlor sərf olunanda 60 kJ istilik ayrılır. 1 mol H-xlora 60 kJ istilik ayrılırsa, bizim reaksiyamızın tənliyinə görə 2 mol H-xlor sərf olunmalıdır. Və reaksiyanın tənliyinə görə, gəlin görə 2 mol H-xlor sərf olunanda neçə kJ istilik ayrılır? Buradan ayrılan reaksiyanın deməli, belə deyək də, istilik effektinin, daha doğrusu buradan ayrılan istiliyin 120 kJ olduğunu hesabladıq. Bu da elə reaksiyanın istilik effekti olacaqdır. Çünki reaksiyanın tənliyinə görə tənasib qrup tapdığımız sırf, məsəl üçün, burada bizə deyirdi ki, 1 mol H-xlorda 60-dır. Amma bizim reaksiyamızın tənliyində 2 mol H-xlor olduğunu görürük. Ona görə də 2 mola görə tapdığımız istilik, daha doğrusu ayrılan istilik 120, elə bu reaksiyanın istilik effekti olacaq. Yəni, müsbət 120 kJ olacaq. 6-da, ona görə də doğru cavabı B variantı qəbul edərəm. Gəldik növbəti 7-ci çalışmamızın izahına. 7-ci çalışmada görək bizə nə deyir? Duzdur. X deyir, hansı duz ola bilər? Hidrolizin birinci mərhələsində alınan duz turş duz. Əgər hidrolizin birinci mərhələsində turş duz yaranırsa, deməli, mən elə duzlar seçməliyəm ki, deməli, qüvvətli əsasla zəif turşunun birləşməsindən əmələ gələn duz olsun. Baxın, birincidə əsasi duz yaranacaq, çünki əsas tərəfimiz zəif əsaslı da, misk hidroksid zəif əsas olar. Kalium karbonatda qüvvətli əsasla zəif turşunun birləşməsindən əmələ gələn duz olduğuna görə aralıq mərhələdə turş duz, yəni kalium hidrokarbonat yaranacaq. Argentum nitrat, deməli, turş mühitdir. Burada turş duz yaranmaz. Əsasi mühit olmalıdır ki, daha doğrusu mühit əsasi mühit olmalıdır və bizim turşu tərəfimiz zəif turşu olmalıdır və üstəlik də turşu çox əsaslı turşu olmalıdır ki, aralıq mərhələdə turş duz yaransın. Məsəl üçün, natrium KSO3 mühit qələvi mühitdir. Və burada deməli, hidroliz nəticəsində ilkin mərhələdə natrium hidrosulfit duzu yaranacaq və çünki turşu tərəfimiz zəif turşudur da. Onda doğru cavab 2 və 4 olacaq, hansı ki A variantında göstərilibdir.
8. 14,4 qram natrium hidrit artıq miqdarda su ilə reaksiya daxil olur. Alınan natrium hidroksid 2 molar sulfat turşu məhlulunu tam neytrallaşdırır. Sulfat turşu məhlulunun həcmini hesablayın. Deməli, natrium hidrit su ilə reaksiya daxil olanda əmələ gəlir natrium OH üstəgəl H2. Natrium hidridin emeri bilirik ki 24 qramdır və 24 qram natrium hidrid 1 mol natrium OH yaradar. Bizə isə deyir ki 14,4 qram natrium hidrid su ilə reaksiyaya girib və natrium OH yaradıb. Gəlin görək bu neçə mol natrium OH eləyəcək. 14,4-ü deməli 14,4-ü bölürəm 24-ə. Bu da mənə verəcək 0,6 mol natrium OH. Deməli, reaksiya zamanı 0,6 mol natrium OH yaranacaq. İndi natrium OH ilə H2SO4 neytrallaşmaya daxil olmaq üçün nə etməliyik müəllimlər? Neytrallaşma nə deməkdir? H OH-a bərabər olmalıdır. İndi mən 2 mol natrium OH götürsəydim, bu 1 mol H2SO4-ü neytrallaşdırardı. Niyə? Çünki 2 mol natrium OH-da 2 mol OH mənfi iyonu var. 1 mol H2SO4-də 2 mol H müsbət iyonu var. Bu zaman neytrallaşma baş verir. OH H-a bərabər olur. 2 mol natrium OH 1 mol H2SO4-ü neytrallaşdırırsa, onda 0,6 mol natrium OH da 0,3 mol H2SO4-ü neytrallaşdıracaq. Deməli, neytrallaşmaya sərf olan H2SO4-ün mol miqdarı 0,3 moldur. O zaman bəs bu H2SO4 məhlulunun həcmi neçəyə bərabər olar? S bərabərdir N bölünsün V düsturuna görə mən H2SO4 məhlulunun həcmini tapmaq üçün, V-ni tapmaq üçün H2SO4-ün mol miqdarı 0,3 molu bölərəm H2SO4-ün molar qatlığı 2 molara. Bu da bizə verəcək 0,115 litr. 0,115 litr isə 150 millilitrdir, hansı ki 8-də C variantında əks olunubdur. 9-dan davam edirik. Deyir ki, reaksiya daxil olan maddələr karbon və silisium, daha doğrusu X maddəsi karbonla daha doğrusu reaksiya daxil ola bilmir, amma silisiumla reaksiya girə bilir. Sizcə deyir, bu hansı maddə olar ki, karbonla reaksiya getsin, amma silisiumla reaksiya getməsin? Səhv eləmirəmsə, bu elə 4-cü qrup model testdə var idi və ya izah elədiyimdə. Burada baxırıq. Oksigen karbondan gedə bilər. Bizə deyir, karbondan getməyən olsun. Xlora gələndə, xlor yadımıza gəlirsə flor, xlor, brom, yod yazırdıq. Qarşısına da yazırdıq. On, John, John, Jones. Və göründüyü kimi xlor karbonla reaksiya daxil ola bilmir. Amma xlorla silisium arasında reaksiya var. İkinci xlor doğru olacaq. Natrium hidroksid karbonla gedə bilmir, amma bəli, silisiumla gedə bilir. Natrium silikat hidrogen yaradır. Hidrogen karbondan gedə bilər, amma bizə deyir ki, hidrogen karbondan getməməli. Yəni, əgər hidrogeni götürsəydi, onda karbonla getməyəni doğru götürərdik. Xeyr, amma hidrogen axı karbonla reaksiya gedə bilir. Ona görə 2 və 3 bizə verilən şərtləri ödədiyinə görə 9-da B variantı qəbul edərik. 10-cu çalışma ilə davam edirik. Bizə deyir ki, hansılar doğrudur? 1 və 2 üçün uyğun olanları 1 və 2 uyğun olanları müəyyənləşdirin. 1 florla xlor üçün ortaq cəhətdir. Florla xlor üçün ortaq cəhət gəlin görək nə olacaq. Zəhərli qazlar, bəli, həm flor, həm də xlor zəhərli qazdır. 1 doğrudur. Daha sonra kükürdlə reaksiya daxil olurlar. Yadınıza gəlirsə bayaq da yazdım. Flor, xlor, brom, yod. On, John, John, Jones deyirik. Kükürdlə reaksiya daxil ola bilirlərmi? Həm flor, həm də xlor gedəcək, amma yod gedə bilmir də xlorla. Daha doğrusu üzr istəyirəm kükürdlə. Florla xlor kükürdlə gedəcəklər, bəli. 1 ilə 4 hər ikisi üçün ortaq oldu. Daha sonra ikinci, xlor və yoda ortaq olanlar. Həm xlor, həm də yod 2, 1, 3, 5, 7 valentlik göstərə bilir. Həm 1, həm 3, həm 5, həm də 7 valentlik göstərə bilirlər. Bundan başqa həm oksidləşdirici, həm də reduksiya edici ola bilirlər. Flor yalnız oksidləşdirici ola bilir, reduksiya edici ola bilmir, amma xlor və yod həm oksidləşdirici, həm də reduksiya edici ola bilirlər. Xlor məsəl üçün 0-dan -1-ə də gələ bilir, istəsə müsbət 5-ə, müsbət 7-yə və s. gedə bilir. Yod da həmçinin həmən qayda. Ona görə ikinci punktda 2 və 3, birinci punktda 1 və 4-ü aid eləsək, doğru cavab 10-da variantı olacaq. 11-ci çalışma ilə davam edirik. Amonium nitrat parçalananda bilirik ki, şənləndirici qaz əmələ gəlir. N2O və su. N2O və su əmələ gəlir. Amonium nitrit də parçalananda azot və su əmələ gəlir. Y-imiz deməli su olacaq. İkisindən də yaranan su olacaq. Amonium nitratdan əlavə olaraq N2O, amonium nitritdən də əlavə olaraq azot qazı yaranmışdı. Deməli, biz buradan uyğun olaraq nə tapdıq? X-imiz oldu şənləndirici qaz N2O. Z-imiz oldu azot qazı. Y-imiz də oldu H2O, yəni su. İndi deyir ki, Z maddəsi üçün, yəni Z maddəsi nə oldu? Azot.
Nələr doğrudur? Z azotdur. Bax bu şəkildə yazılır. Molekulda 2 bir addəsi var, bəli. 1 siqması, 2 bir addəsi var. Karbonla reaksiyasından CO və hidrogen əmələ gəlir. Xeyr, azot karbonla reaksiya girəndə CO hidrogen niyə versin? Kəskin iyili suda yaxşı həll olan qazdır. İyi yoxdur və suda da həll olunmur. Xlorla reaksiya daxil olmur. Bəli, azotla xlorun reaksiyası həqiqətən yoxdur. Doğru olanlar 1 və 4 olduğuna görə 11-də D variantını doğru qəbul edərik. 12. Alaninin əmələ gətirdiyi tripeptid molekulunda siqma rabitələri müəyyənləşdirin. Alanin necə yazılır? NH2, CH2, CH2, COH. Düzdürmü? Və tripeptid deyəndə bilirik ki, 3 mol amin turşudan 1 mol tripeptid və 2 mol da su yaranacaq. İndi, belə deyək də, gəlin görək alaninin özündə neçə siqma rabitə var. Alanin qısa şəkildə necə yazılır? Karbon 3 dənədir. Hidrogen 2, 4, 6, bir dənə də burada 7 dənədir. Azot 1 dənə, oksigen də 2 dənədir. Bilirik ki, alifatik birləşmələrdə siqma rabitələrin sayı atom sayından bir vahid əksikdir. Alifatik birləşmədir, 13 atomu var, biri çıxsaq 12 siqmamız olacaq. Doğrudurmu? Bəli. İndi 3 mol amin turşuda 3 vurulsun 12 mol siqma var. 3 vurulsun 12 mol siqma, 1 mol tripeptiddəki siqmaların sayı üstə gəlinsin 2 mol sudakı siqma rabitələrin sayı. Su necə yazılır? H2O. 1 mol suda 2 mol siqma rabitə var. 2 mol suda isə 1 mol suda 2 mol siqma rabitə varsa 2 mol suda 2 vurulsun 2. 4 mol siqma rabitə olacaq. Onda 1 mol tripeptiddəki siqmaların sayı 3'ü 12'ye vursaq 36, 36'dan 4 çıxsaq 32 siqma olacaq. Onda 1 mol tripeptiddə 32 siqma var. Mənim dediyim qaydaya görə baxın. Bu qaydaya görə çox rahatlıqla hesabladıq. Bu da 12-də B variantında göstərilibdir. 13-dən davam edirik. Reaksiya daxil olan maddələr. Amoniakla karbon qazda çox güman ki, elə karbamid əmələ gətirəcək. Bəli, verilibdir alınan karbamidin kütləsi. Nəysə, indi gəlin reaksiyanı yazıb əmsallaşdıraq. Bilirik ki, 2 mol amoniak, 1 mol karbon qazı ilə karbamid əmələ gətirər. CO, NH2, 2 dənə və həmçinin buradan su da yaranacaq. Üstə gəlinsin H2O. Düzdürmü? Aha. Bizə deyir ki, reaksiya daxil olan maddələr hər ikisi eyni kütlədə götürülüb, alınan karbamidin kütləsi 90 qramdır. Karbamidin gəlin əvvəlcə emerini hesablayaq, verməyibdir. Karbamiddə karbon 12, oksigen 16-dır. 28 CO hissəsindən oldu. NH2 2 dənə. 14, üzərinə 2 gəlsə 16, 16-nı da 2-yə vursaq 32. Emeri hesablasaq 32 ilə 28-in cəmi bizə verəcək o 60 qram. Deməli, karbamidin emeri 60-dır. Gəlin bunu yanında yazaq. Və biz bilirik ki, hər ikisi bərabər kütlədə götürülmüş nə deməkdir? Ümumiyyətlə, bu reaksiya üçün 34 qram amoniak və 44 qram da karbon qazı sərf olunur, düzdürmü? Hər ikisindən eyni kütlədə götürülmüş deyəndə mən həmişə eyni prinsipdən istifadə edirəm. Azı çoxa çatdırmaq prinsipi. Bu nə deməkdir? Məsəl üçün, karbon qazı 44 qramdır. Elə zənn edirəm ki, amoniakı da 44 qram götürmüşəm. Amma amoniakı 44 qram da götürsəm, bilirəm ki, amoniakın 34 qramı sərf olunacaq, 10 qram amoniak artıq qalacaq. Və belə olan təqdirdə 10 qram amoniak artıq qalanda 60 qram karbamid əmələ gəlir. Baxın, 44 qram karbon qazı, 44 qram da amoniak götürərəm. 44 qram karbon qazı hamısı sərf olunar, gəlir 34 qram da amoniak sərf eləyər. Amoniakdan 10 qram artıq qalar və belə olan təqdirdə 60 qram da karbamid əmələ gələcəkdir. Çünki 44 qram karbon qazı sərf olunsa, zaten 60 qram karbamid yaranmalıdır. İndi gəlin görək 90 qram karbamid deməli əmələ gələndə neçə qram hansı maddədən artıq qalacaq. İndi buradan x-imiz bərabər olacaq 90 vurulsun 10. 90-ı 10-a vursaq 900. Bunu da bölürük 60-a. Bu da bizə verəcək 15 qram. Deməli, artıq qalan maddə 15 qram artıq qalacaq. Hansı maddə? Amoniak. Çünki bayaqdan deyirik ki, amoniak zaten artıq qalacaq. Artıq qalan maddə amoniakdır, o da 15 qram. 13-də D variantında öz əksini tapıbdır. 14-dən davam edirik. Termiki parçalama reaksiyasının qrafikinə əsasən x hansı metal ola bilər? Ümumiyyətlə, biz burada elə bir varianta baxmalıyıq ki, 1 mol duz parçalansın, reaksiyadan 0,5 mol oksigen alınsın. Burada yaxşı olar ki, seçmə üsulundan istifadə edib hərəsini bir-bir müəyyənləşdirək. Məsəl üçün, deyək ki, sink götürmüşük. Sink nitratı parçaladıq. Sink nitratın parçalanmasından bilirik ki, oksid əmələ gələcək. Sink oksid
NO2 və oksigen. Buradan əmsallaşdırma aparsaq, NO2-nin qarşısına 2 əmsal yazsaq, oksigenə baxsaq, solda 6 oksigen, sağda 4, 5, onda 0,5 mol oksigen yazsaq, oksigen əmsalı sollansaq tamamlandı. Oksigen də sayı 6-ya tamamlandı. Deməli, 1 mol duzdan həqiqətən 0,5 mol oksigen əldə elədik. Birincini götürərik. İkinci variantı niyə yoxlamıram? İkinci varianta gərək duymuram. Niyə? Çünki alüminium nitratın parçalanmasından alüminium oksid NO2 və oksigen alınacaq. Burada alüminium 3 valentli metalın duzudur. Burada çox güman ki 1 moldan 0,5 mol oksigen əldə edə bilməyəcəm. Məntiqlə düşündüm və bir yerinə qoyub tapa bilərsiniz. Məsəl üçün civə götürsək, civə 2 nitrat, hidrargium NO3 2 dəfə. Bunun parçalanmasından, deməli belə deyək də, pasiv metallar mis istisna olmaqla sərbəst metal verirdi, NO2 və oksigen qazı verirdi. Bir yoxlayırıq. Civə solda 1, sağda 1. Azot solda 2-dir, sağa NO2-nin qarşısına 2 yazaram. İndi oksigenə baxanda solda 6 oksigen, sağda da 0 tam, deməli, belə deyək də, daha doğrusu sağda 2 dənə 2, 4, aha, onda 1 mol oksigen yazaram. Burada 1 mol duzdan 1 mol oksigen əldə elədim. Deməli, civədə də alınmadı. Alüminiumda da dediyim kimi alınmamalıdır. Gəlin argentuma baxaq, görək argentumda necə olur. Argentum NO3 yazaq. Argentum NO3. Bunun parçalanmasından sərbəst argentum NO2 və oksigen alınacaq. Solda 1, sağda 1 argentum, solda 1 azot, sağda 1 azot. Oksigen solda 3-dür, sağa onda mən 0,5 mol oksigen yazaram ki, sağda da oksigenin sayı 3-ə tamamlayayım. Bəli, argentum da alındı. Deməli, sinklə argentum da alındığına görə 14-də doğru cavabı mən C variantı qəbul edərəm. 15-dən davam edirik. Polimerlər. Polipropilen polimerləşmə dərəcəsi 2000-dir. Polimer necə yazılar? Polipropilen daha doğrusu. CH2, 2 qat rabitə CH, CH3-dür. Bu propilendir. Ən qədər propilen götürüb bunu polimerləşdirsəm, polimerləşmə məhsulumuz polipropilen bax belə olacaqdır. Elə bir 2 qat rabitə qırılır, kənarlara verilir və belə bir formada polipropileni əldə elədik. Düzdürmü? Bu oldu bizim polipropilenimiz. Daha səliqəli yazaq. Mötərizəni belə yazdıq. Polimerləşmə dərəcəsi 2000-dirsə, N-i 2000 olduğunu vurğulayır. Baxın, N-i 2000 yazdım. Burada da N-i pozuram, 2000 propilen götürdüm. 2000 mol, əmələ gəldi polipropilen, indeksdə də 2 yazdıq. Deyir, makromolekulda hidrogen atomlarının sayını hesablayın. Makromolekulda hidrogen atomlarının sayını tapmaq üçün nə edirik? Bu mötərizənin daxildəki hidrogenlərin sayını mötərizənin xaricindəki 2000-ə vurmalıyam da, tapım ki, makromolekulda nə qədər hidrogen var. Tapırıq ki, mötərizə daxilində 6 hidrogen var. Polimerləşmə dərəcəsi də 2000 olduğuna görə 2000-i vurarıq 6-ya, eləyər 12000 hidrogen. 12000 hidrogen bizə 15-də Y variantında göstərilibdir. 16 ilə davam edirik. Gəlin görək burada nə deyir? X, Y və Z ikinci, üçüncü və dördüncü dövrlərin qələvi metallarıdır. Y-in radiusu X-dən kiçikdir. Qələvi metallar bilirik ki, dövr daxilində, daha doğrusu qrup daxilində yuxarıdan aşağı doğru gəldikcə deməli radius get-gedə artır, metallıq qabiliyyəti artır. Və bizə deyir ki, bunlar müxtəlif dövrlər olmasına baxmayaraq eyni bir qrup daxilində olacaqdır. Çünki qələvi metallar daxil. Qələvi metallar birinci qrupun əsas yarım qrup elementləridir. Dövrləri fərqli ola bilər. Məsəl üçün, deyir ki, biri ikinci dövrdür. Məsəl üçün, deyək ki, biri ikinci dövrdə yerləşir, biri üçüncü dövrdə yerləşir, biri dördüncü dövrdə yerləşir və s. Və deyir ki, bunların içərisində Y-in radiusu X-dən kiçikdir. Y-in radiusu X-dən kiçikdir, amma Z-dən böyükdür. Y-in radiusu X-dən kiçikdirsə, deməli, Y-imiz burada yerləşər, Y-imiz 3-cü dövrdə yerləşər, X-imiz 4-cü dövrdə yerləşər. Qrup daxilində yuxarıdan aşağı gəldikcə radius artdığına görə X-in radiusu Y-in radiusundan böyük olmuş olur və Y X-dən kiçik olmuş olur. Y deyir Z-dən böyükdür radius baxımından. Onda Z ikinci dövr elementi olubdur ki, Y-in radiusu Z-in radiusundan daha böyük olub. Qrup daxilində yuxarıdan aşağı gəldikcə radius böyür. Üçüncü dövr elementi olan Y-in radiusu ikinci dövr elementi olan Z-in radiusundan böyük olmuş olur. İndi metalların ərimə temperaturunun azalma sırasını düzün deyəndə qaydamız nədir? Deyirdik ki, litiumdan başqa yerdə qalanlar bıçaqla kəsilə bilir. Bu demək ki, litium bunların içərisində ən bərkidir və yuxarıdan aşağı gəldikcə deməli bərklik azalmağa başlayır. Bərklik azalır və ərimə temperaturu da azalır. O zaman ərimə temperaturu azalırsa, onda yuxarıdan aşağı ərimə temperaturu azalacaq. Yəni Z, Y, X istiqamətində ərimə temperaturu azalacaq. 16-da C variantını doğru qəbul edirik. 17 ilə davam edirik.
4-cü dövrün əlavə yarımqrup elementi olan X atomunda P elektronlarının sayı bütün elektronların 40%-ni təşkil edir. Aha, 4-cü dövrün əlavə yarımqrup elementidir. Onda elektron formulu yazarıq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3D-də nəsə var bilmirəm. 4s-i yazdım. Hələ ki bilmirəm 2 mi yazım, 1 mi yazım. Çünki 4-cü dövr əlavə yarımqrup elementidirsə, məsəl üçün mis və xrom olsa 4s1 yazaram. Digərlərində artıq 4s2 yazacağam. Amma bizə deyir ki, P elektronları. İstənilən təqdirdə 4-cü dövr əlavə yarımqrup elementindən dəqiq bilirik ki, 12P elektronu var. 2p6-da 6, 3p6-da 6. 12P elektronun ümumi elektronları bilmirəm nə qədərdir. X-dan işarələsək, 12-ni X-ə bölüb 100-ə vursaq, bizə verər 40%. Buradan tənliyi həll eləsək, X-imiz bərabər olacaq 12 bölünsün 0,4. Deməli, 12-ni bölsək 0,4-ə bizə verdi 30. Deməli, ümumi elektronların sayı 30-a bərabər olmalıdır. İndi ümumi elektronların sayı 30-a bərabərdirsə, bu hansı elementdir? Sink elementidir. Sink üçün hansı ifadələr doğrudur? Sink H-lı olan deyir, gör reaksiya getmir, xeyr gedir. Niyə? Çünki pasiv element deyildi. Orta aktiv elementlər, orta aktiv metallar H-lı olan reaksiya daxil ola biləcək və hidrogen qazını ayıracaq. Sink ampater metal olduğuna görə qələvi ilə reaksiyaya girib natrium 2 sink O2 hidrogen qazı verə bilər. Hidrogen laboratoriyada alınma reaksiyasıdır. Sink həmçinin su ilə reaksiya girəndə sink oksid hidrogen qazı ayrılır. Bəli, bu da doğrudur. Sink oksigenlə gedəndə ferrum 2O4 verməz. Ferrum 2O4-ü dəmir verərdi. Doğru ifadə 2 və 3 olacaq. Ona görə də 17-də Y variantı olar. 18 ilə davam edirik. Alkanın nisbi molekul kütləsi 100-dür. Alkanlar necə yazılırdı? Ümumi formulu gəlin qeyd eləyək. CN H2 üstəgəl 2. Emeri 14-dən üstəgəl 2-dir və bu da 100-ə bərabərdir. Buradan 14-dən 98-ə enimiz 98 bölünsün 14, yəni 7-yə bərabər olar. Bizə deyir ki, burada birli və ikili karbonların sayı bir-birinə bərabər olsun. Birli ikili karbonların sayı bir-birinə bərabərdirsə, 7 karbondur. Mən bunu yarı-yarıya bölə bilmirəm. Deməli, burada elə bir forma seçməliyəm ki, deməli, baxın, məsəl üçün, deməli, metan, etan, propan, butan, pentan, heksan. Belə yazıb, burada bir metil radikalı yazsam, gəlin bir-bir baxaq. Bax, 1, 2, 3. 3 dənə birli karbonumuz oldu. Nəyə görə 3 dənə birli karbonumuz oldu? Çünki karbonun karbon qonşularına baxırıq. Bu haşiyə aldığım karbonların hərəsinin bir karbon qonşusu varsa, deməli birli karbonlardır. Bu qırmızıdan haşiyə aldığım üçlü karbondur. Çünki 3 karbon qonşusu var. Bu isə, baxın, 1, 2, 3. Bu haşiyə aldıqlarımız isə hərəsinin 2 dənə karbon qonşusu olduğuna görə ikili karbonlar hesab olunacaqlar. Ümumilikdə bizim 3 dənə ikili karbonumuz oldu, 3 dənə birli karbonumuz oldu, bir dənə də üçlü karbonumuz oldu. 3 dənə ikili, 3 dənə birli, üçlü və birli, daha doğrusu 3 dənə birli və 3 dənə də ikili karbonumuz olduğuna görə birli və ikili karbonların sayı bir-birinə bərabər oldu. Deməli, doğru cavab 2 metil heksan olacaq. Yəni, ya variantlarından işləyə bilərsiniz, ya da mən dediyim kimi, məsələn, eni 7-dirsə, mən bunu yarı-yarıya bölə bilmirəm də. Yarı-yarıya bölə bilmirəmsə, onda birini üçlü eləyim. Yerdə qalacaq 6 dənəsi. 6 dənəsini də üçünü ikili, üçlü də birli düşünsəm, onda ancaq 2 metil heksan versiyası uyğun gəlir. Ona görə C variantını 18-də doğru qəbul eləmiş oluram. Sonra gəlirik 19-cu çalışmamızın izahına. Metan 1000 dərəcədə parçalandı. Metan bilirik ki, 1000 dərəcədə parçalananda əmələ gətirər karbon və hidrogen və hidrogen əmsalına 2 düşəcək. Hansı maddələr X-dən reaksiya daxil olmur? Yəni, X karbondur. Karbonla hansı maddələr reaksiya daxil olmaz? Bir-bir olaraq axtaracağıq. Deməli, karbonla karbon qazı reaksiya girir. Bilirik ki, karbonla karbon qazı reaksiya girir, dəm qazı əmələ gətirir. Deməli, bu gedəcək. Karbon xlorla getməz, çünki flor, xlor, brom, yod yazanda qarşısına on, Jones yazırdıq. Və göründüyü kimi burada karbonla xlor reaksiya daxil olmayacaq. Karbon oksigenlə gedər, CO2 və CO da yarada bilər. Karbon H-xlorla getməz. Karbonla H-xlor arasında reaksiya görməmişik. Reaksiya daxil olmayan üstdən kres çəkdiklərimdə 2 və 4, 19-da Y variantında göstərilibdir. 20 ilə davam edirik. 20-də deyir ki, eyni sayda karbon atomları olan, deməli, eyni sayda karbon atomları olan doymuş bir əsaslı karbon turşusu ilə dolmuş bir atomlu spirtdən alınan mürəkkəb efir molekulunda 8 hidrogen var. Mürəkkəb efirlər üçün ümumi formul nədir müəllimlər? CnH2 O2-dir. Çünki karbon turşularından sinfrasiz amirlik əmələ gətirir də. Əgər formulda lap unutsanız, ayalıq görəsən bu formul nə idi? Özünüzdən bir dənə mürəkkəb efir yazıb,
qısaldı formulu. Məsələn, özündən bir mürəkkəb efir yazdım. Bunu yazıram C2H4O2 şəklində. Onda formulumuz CnH2NO2-yə gəldi. Gördünüzmü? Yəni formulu unutsanız özünüzdən bir maddə yazıb formulu o şəkildə də çıxarda bilərsiniz. İndi CnH2NO2 yazdıq. Burada hidrogenlərin sayı 2-dir. 2 enimiz 8-ə bərabərsə, enimiz də 4 ola bilər. Enimiz 4-dürsə və karbonların sayı hidrogenlərin sayına bərabərdirsə, deməli 4 karbonun, daha doğrusu üzr istəyirəm, spirtdəki karbonların sayı deməli turşudakı karbonların sayına bərabərdirsə, demək turşu qalığında və spirt qalığında karbonların sayını bərabər götürəcəyik. Enimiz 4-dürsə 4-ü 2 yerə bölərik. 2 karbon turşuya düşər, 2 karbon da spirtə düşər. O zaman bu CH3C 2 qat rabitə oksigen O CH2 CH3 olacaq. Yəni sirkə turşusunun etil spirti ilə əmələ gətirdiyi mürəkkəb efir olacaq. Başqa cür desək, bunu biz adlandırmalı olsaq, etil asetat adlandırarıq, hansı ki B variantında göstərilibdir. 21-dən davam edirik. Xlorprendir. Xlorpren alkadenlərin törəməsidir, xlorlu törəməsidir. Gəlin formulu yazaq. CH2 2 qat rabitə C xlor, CH 2 qat rabitə CH2. Deyir ki, burada xlorpren maddə miqdarı 1 moldur, 2 mol hidrogenlə reaksiyasından alınan maddə. 2 mol hidrogenlə reaksiya daxil olanda 2 qat rabitələr qırılır. Bax, buradakı 2 qat rabitə qırılır. Hidrogenlər gəlir bura birləşir. Biri bura, biri də bura birləşir. Burada da yenə 2 qat rabitə qırılır. Hidrogenin biri bura birləşir, biri də bura birləşir. Əmələ gəlir, nömrələsək, elə bir ki, hidrogenlər sizi çaşdırmasın. Gətirək burada daxil edə bilərik. Bu hidrogen də bura CH2 şəklində yazaq. Nömrələsək 1, 2, 3, 4 olacaq 2 xlor butan. 2 xlor butan, deyir molekulunda 13 siqma rabitə var. Bunun ümumi formulu C4H9 xlordur. Alfatik birləşmələrdə siqma rabitə sayı atom sayından 1% əksikdir. 14-dən biri çıxsaq 13 siqma verəcək, bu doğrudur. Natriumla reaksiyada 3-4 dimetil heksan əmələ gəlir. Natriumla reaksiya Würz reaksiyasıdır və Würz reaksiyasına görə xlor çıxırdı, eynisinin yuxarıdakının güzgü əksini yazırdıq altına. Eynisinin güzgü əksini yazırıq. Gördünüzmü müəllimlər? Onda nömrələsək, adlandırsaq 1, 2, 3, 4, 5, 6. 3, 4 dimetil heksan olacaq. Düzdürmü? Bu da doğrudur. Qələvini suda məhlul ilə izobutil spirti əmələ gətirir. Maddəmiz hansı maddədir? Gəlin təzədən yazaq. CH3, CH xlor, CH2, CH3-dür. Mən bunun qələvini suda məhlulla reaksiyasını aparsam, xlor çıxacaq. Qələvini ilə natrium OH üzərinə gəlsə, elə burada xlor var da, natrium OH gəlsə üzərinə, natrium xlor çıxacaq və buradan da xlor çıxan yerə OH birləşəcək. Belə bir spirt əldə edəcəyik. Bu spirt də olacaq, deməli, izobutil spirti olmaz. Bu butanol 2-dir. Radikal kimi baxanda bu ikili butil radikaldır, ikili butil spirtidir. Yəni bu səhvdir. Doğru ifadə 1 və 2 olduğuna görə 21-də doğru cavabı Y variantı qəbul edirik. 22-ci çalışma ilə davam edirik. Bu hissələri pozuram. 22 ilə davam edirik. Deyir, doymuş bir atomlu ikili spirtdir. Burada karbonun kütləsinin, oksigenin kütləsinə nisbəti 3-dür. Doymuş bir atomlu spirt isə spirtlər üçün ümumi formumuz CnH2 üstə gəlsin 1 OH-dır. Burada karbonun kütləsi 12N-dir. Karbonun kütləsinin oksigenin kütləsi 16 qramda oksigen var. Nisbəti deyir ki, bərabərdir 3-ə. Buradan 12N-imiz 48-ə, N-imiz 4-ə bərabərdir. N-imiz 4-ə bərabərdirsə və bu doymuş bir atomlu ikili spirtdir. İkili spirt nə deməkdir? Bax, mən bunu OH-ı gətirib birləşdirərəm ikinci karbona və buradan OH-ı birləşdiyi karbonun 2 karbon qonşusu olduğuna görə bu ikili spirt olacaq. Deyir, əsas zəncirdə ikinci karbon oksidləşmə dərəcəsi -1-dir. Aha, burada əsas zəncirdə bu birinci karbon, bu ikinci karbon, bu üçüncü karbon, bu dördüncü karbon. İkinci karbon oksidləşmə dərəcəsini tapmaq üçün buna necə baxacaq? CH-OH-dır da, ikinci karbona bütöv baxırıq da. Yəni, sağına solundakı karbonlarla əlaqəsinə baxmırıq, amma digər elementlərlə əlaqəsinə baxırıq. Yəni, CH-OH kimi yazsaq, qısaldıb bunu CH2O2 şəklində də yaza bilərik. Oksigen -2, hidrogen -1, karbon da X-dir. Buradan X üstə gəl 2 çıxılsın 2 0-dırsa, X-in oksidləşmə dərəcəsi 0. Yəni, karbon oksidləşmə dərəcəsi 0 oldu. Deməli, bu səhvdir. Molekulda 9 karbon hidrogen rabitəsi var. Hesablasanız, həqiqətən 3
6, 7, 8. Bir dənə də CH-da karbon hidrogen arasında rabitə var. Həqiqətən karbon hidrogen rabitələri 9 oldu. Doğru cavab B variantıdır. Molekulda bir metil qrupu var. Xeyr, 2 dənə metil qrupu var. Metil qrupu deyəndə CH3-lər nəzərdə tutulur. Bu səhvdir. İzopropil spirti adlanır. Xeyr, izopropil spirti deyil. İkili butil spirtidir. Miski oksidlə oksidləşmir. Niyə oksidləşmir? Oksidləşir. Miski oksidlə üçlü spirtlər oksidləşməz. Bu ikili spirtdir. Bu da səhvdir. Doğru ifadə 22-də B variantında öz əksini tapıbdır. 23-cü çalışma ilə davam edirik. XY2 birləşməsində deyir nisbi molekul kütlə 64-dür. X-in kütləsinin Y-in kütləsinə nisbəti 5-in 3-ədir. X-in ayrını X-la, Y-in də ayrını Y-lə işarə eləsək, o zaman X-in kütləsinin, yəni X-in 2Y-ə nisbəti bizə verəcək 5 bölünsün 3. X-in ayrı, X-də Y-də ayrı, Y-də sadəcə olaraq Y-in sayı 2 olduğuna görə 2Y şəklində yazdım. Bu da bərabərdir 5 bölünsün 3-ə. Buradan 3X-imiz 10Y-ə bərabərdir və bizə deyir ki, Y-imiz 0,3X oldu. Gəlin bunu haşiyalaq lazım olacaq bizə. X-in ayrının üzərinə Y-in ayrı vurulsun 2-ni gəlsə, mənə verməlidir 64 qram. Buradan X üstə gəl, Y-in yerinə 0,3X yaza bilərəm. 2Y-imiz 0,6X eləyəcək. Bu da bərabərdir 64-ə. Buradan 1,6X-imiz 64-dürsə, X-imiz 64 bölünsün 1,6 olacaq. İndi 64-ü də bölərəm 1,6-ya, verəcək 40. Deməli, mən buradan X-in ayrını 40 tapdım. X-in nisbi atom kütləsini soruşur. Elə mən də onun 64 olduğunu müəyyənləşdirmiş oldum. Daha doğrusu üzr istəyirəm, 40 olduğunu müəyyənləşdirmiş oldum. Ona görə də doğru cavabı burada 40 qəbul edərik. 24-cü çalışma ilə davam edirik. Oksigen deməli azanator cihazını təsvir ediblər. Görürük ki, azanator cihazından oksigen daxil olub və sonda azon azanator cihazını tərk edibdir. Deməli, buradan oksigenin sırf azonun əmələ gəlmə reaksiyası təmsil olunub, göstərilibdir. 3 mol oksigen bilirik ki, 2 mol azon əmələ gətirər. Bizə burada deyir ki, reaksiya zamanı 0,4 mol azon əmələ gəlir və reaksiyanın praktik çıxımı 10%-ə bərabərdir. Bu deməkdir ki, 0,4 mol azon 10% çıxımla yaranıb. Əgər 0,4 mol azon 10% çıxımla yaranıbsa, gəlin görək çıxımımız 100% olsaydı neçə mol azon yaranardı? Buradan azonun əmələ gələn mol miqdarını 4 mol hesablayırıq. Və biz reaksiyanın tənliyinə baxanda görürük ki, 2 mol azon əmələ gələndə 3 mol oksigen sərf olunur. Gəlin görək 4 mol azon əmələ gəlmək üçün nə qədər oksigen sərf olunmalıydı? Buradan oksigeni də x mol götürmüşük də, düzdürmü? Bax, reaksiyanın, daha doğrusu şəkildə də elə x mol oksigen göstərilibdir. 2 mol azon 3 mol oksigen sərfindən yaranarsa, 4 mol azon da x mol oksigen sərfindən yaranar. Buradan oksigenin mol miqdarını, başlanğıc mol miqdarının 6 mol olduğunu müəyyənləşdiririk. Bizdən də x-i tapmağı tələb edirdi, elə x-i də 6 olaraq hesablamış olduq. 25-dən davam edirik. Qaz qarışığı verib etilen və etan, qarışığın kütləsi m qram, həcmi 11,2 litrdir. İndi gəlin yazaq. Etilenimiz var, C2H4. Etanımız var, C2H6. Birinin mol miqdarını x mol, birinin mol miqdarını y mol qəbul eləsək, x molun y molun cəmi mənə verəcək 0,5 mol. Niyə? Çünki ikisi birlikdə 11,2 litrdir də. Bilirik ki, nü bərabərdir V bölünsün V'nin düsturuna görə 11,2 litri normal şəraitdə 22,4 litrə bölsək, bizə verəcək 0,5 mol qaz. Deməli, bu qazların ikisinin birlikdə mol miqdarı cəmi 0,5 mola bərabər olubdur. Növbəti halda deyir ki, qaz qarışığını tam doymuş hala gətirmək üçün bizə 0,2 qram hidrogen lazımdır. İndi bilirik ki, etan zaten hidrogenlə getməz, çünki doymuş maddədir. Deməli, etilen hidrogenlə reaksiyasından yola çıxmalıyıq. Etilen 1 mol etilen 1 mol hidrogenlə reaksiya daxil olar, 1 mol da etan əmələ gətirər və deməli, belə deyək də, deyir ki, qaz qarışığını doymuş hala gətirmək üçün 0,2 qram hidrogen lazımdır. Normalda 2 qram hidrogen 1 mol etileni doymuş hala gətirir. Buradan görürük də 2 qram hidrogen 1 mol etileni doymuş hala gətirir. Onda 0,2 qram hidrogen də 0,1 mol etileni doymuş hala gətirəcək. Deməli, etilenin mol miqdarını x mol götürmüşdüm. X-i də 0,1 tapdım. Gətirib burada yerinə qoysaq, 0,1 üstə gəl y bərabərdir 0,5-ə. Y-imiz buradan 0,4 mola bərabərdir. Deməli, tapdıq ki, 0,4 mol nə var imiş? Etan var imiş, 0,1 mol da etilen var imiş. İndi etilenin emir 28 olmalıdır. 0,1 mol etilen 0,1 vurulsun 28, yəni 2,8 qramdır. Etan da 0,4 moldur. 1 mol etan 30 qramdır. 0,4 mol etan da 12 qram olacaq.
O zaman 12 ilə 2,8-in cəmi ikisi birlikdə başlanğıc maddələrin kütləsi cəmini verər. Deməli, ilkin halda başlanğıc maddələrin kütləsi 14,8 qram olubdur. Bu M-lə işarə olunub. Elə müəllif bizdən M-i tapmağı tələb eləyir. M-i də 14,8 olaraq hesablamış olduq. Növbəti 26-cı çalışma ilə davam edirik. 26-cı çalışmada bizə deyir ki, deməli, doğruluğunu müəyyənləşdirməliyik. Diamorfoz NH4, 2HPO4 yazılır. Presipitat isə kalsium HPO4 vurulsun 2 molekulu H2O şəklində yazdıq. İndi alınmasına sulfat turşusu istifadə olunur. Xeyr, hər ikisinin alınmasına artofosfat turşusu istifadə olunur. Ona görə birinci ifadə yanlışdır. Amma alınmasına artofosfat turşusu istifadə olunur. Dördüncü ifadə doğrudur. Hər ikisi turş duzlu, çünki hidroduzlardır. Bu da doğrudur. İkinci ifadəni doğru qəbul elədik. Mürəkkəb gübrələrdir. Amonium hidroartofosfat diamorfosdur və bilirik ki, ümumiyyətlə gübrə deyəndə tərkibində azot, kalium, fosfor qida elementləri saxlayan gübrələr nəzərdə tutulur. Ümumiyyətlə qida elementi olaraq azot, kalium, fosfor elementləri olmalıdır tərkibində ki, biz onlardan mineral gübrə kimi istifadə edə bilək. Diamorfosun tərkibində 2 qida elementi var, çünki azot və fosfor saxlayır. Ona görə də mürəkkəb gübrədir. Amma presipitatın tərkibində yalnız bir qida elementi var, o da fosfor. Ona görə onu sadə gübrə qəbul edə bilərik. Mürəkkəb gübrədir, hər ikisinə aid deyil. Ona görə də ikisinə də uyğun gələn cavab 2 və 4 olduğuna görə 26-da 2 və 4-ü doğru qəbul edə bilərik. Gəldik növbəti 27-ci çalışmadır. Uyğunluğu müəyyənləşdirin. Uyğunluğu müəyyənləşdirin. Əhəngin söndürülməsi. Kalsium oksidin su ilə reaksiyaya daxil olması. Kalsium oksid sönməmiş əhəngdir. Üzərinə su gəlirik. Kalsium hidroksid yaradırıq. Kalsium OH2. Bu artıq sönmüş əhəng adlanacaq. Alovsuz tüstü. Alovsuz tüstü amoniakın H-xlorla reaksiyasıdır. Burada elə amonium xlorid yaranır. Təyin olunma reaksiyasıdır. Alovsuz tüstü reaksiyası kimi 2-də Y variantını qəbul edə bilərik. Belə deyək də, H-flor qüvvətli turşudur. O silisium 4 oksidlə reaksiyaya daxil olur və oradan silisium flor 4 və su maddəsi yaranır. Silisium flor 4 və H2O. Təbii ki, burada başqa məhsul da yarana bilər. Adətən biz silisium flor 4 və H2O kimi götürürük və burada H-flor silisium 4 oksid, yəni şüşənin üzərini cıza-cıza sanki yol çəkir özünə və sırf naxış vurmaq kimi, şüşəyə naxış vurma reaksiyası kimi sırf bu reaksiyadan istifadə olunur. Ona görə də 3-ə də D variantını aid eləyə bilərik. 27-ni də bitirdik. Keçirik növbəti 28-ci çalışmanın izahına. Kükürt qatı nitrat tursuna reaksiya daxil oldu. Reaksiyadan alınan qazın formulu və əmsalı. Bilirik ki, kükürt HNO3 ilə reaksiya daxil olanda əmələ gəlir. Qatı nitrat turşusu olanda sulfat turşusu əmələ gələr buradan. Sonra deməli NO2 qazı ayrılar. Bir də ki, su əmələ gələcək. Ümumiyyətlə, dərsdə də mən həmişə dedim ki, müəllimlər, burada diqqətli olmaq lazımdır. Nəyə? Deməli, diqqətli olmaq lazımdır. Ümumiyyətlə, kükürdür, nə bilim, fosfordur, karbondur və s. Ümumiyyətlə, bunların qatı nitrat turşusuna reaksiyasından əmələ gələn NO2 qazının molu həmişə reaksiya daxil olan bəsit maddənin maksimum valentinə bərabər olur. Hətta keçən səfər bir sınaq var, yadınıza gəlirsə, orada bax, fosfor idi, kükürd idi, bor idi, bilmirəm, başqaları da var idi. Orada deyirdi ki, reaksiyadan əmələ gələn NO2-nin mol miqdarlarının cəmini hesablayın. Orada biz dedik ki, heç reaksiyanı yazıb əmsallaşdırmağa gərək yoxdur. Reaksiya daxil olan bəsit maddə öz maksimum valenti qədər NO2 qazı yaradacaq. Burada kükürdün maksimum valenti 6 olduğuna görə NO2-nin mol miqdarı 6 mol olacaq. Ona görə də reaksiyadan əmələ gələn qaz NO2 qaz olacaq və NO2 qazı əmsalı isə 6-ya bərabər olacaq. Yəni heç əmsallaşma yerinə yetirmədən bu şəkildə cavablandıra bilərik. Ya da istəsəz reaksiyanı yazıb əmsallaşdıra da bilərsiniz. Necə sizə rahatdır, o şəkildə müəyyənləşdirin. NO2, burada da 6 yazacaq. Fosfor olsaydı deyəcəkdik ki, NO2 əmələ gələcək. Zaten hamısında NO2 qaz yaranır. Məsələn, fosfor olsaydı artofosfat turşusu NO2 və su yaranardı. Amma fosforun maksimum valenti 5 valenti olduğuna görə NO2-nin qarşısına 5 əmsal yazılardı. 29-a gələndə deyir ki, alkindir. Deməli, hibrid ortaların sayı 12, metil qruplarının sayı 2-yə bərabərdir. Deməli, alkin, CnH2n çıxılsın 2-yə bərabərdir. Alkinlərdə hibrid ortaların sayı necə tapılır? Ümumiyyətlə, bütün karbohidrogenlərdə rabitə yaradan hibrid ortaların sayını tapmağın düsturu nə idi? 4n çıxılsın 2 vurulsun pi.
Düzdürmü? İndi mən burada yazacağım 4N çıxılsın, 2 vurulsun. İstənilən alkində 2 dənə pir atəsi olduğuna görə 2 vurulsun 2. O da eləyəcək 4N çıxılsın 4. Deməli, alkinlərdə rabitə yaratan hibrid ortaların sayı 4N çıxılsın 4. O da 12-yə bərabərdir. 4N çıxılsın 4, 12-dirsə, N'imiz bərabərdir 4-ə. N'imiz 4-dürsə, bu olacaq, deməli, butin. Butin hansı butin? 2 dənə metil qrupu olduğuna görə mən bunu CH2, daha doğrusu metil qrupu olduğuna görə CH3C, 3 qat rabitə C, CH3 şəklində yazaram. 2 dənə metil qrupu var, əla və burada 3 qat rabitəni ortaya daxil etməklə 2 dənə metil qrupunu rahatlıqla əldə elədim və bu maddəni beynəlxalq üsulla adlandır deyəndə biz buna deyəcəyik butin 2. Sigma rabitələrin sayına gələndə butin C4H6 şəklində yazılır və biz bilirik ki, bütün belə deyək də alfatik birləşmələrdə sigma rabitələrin sayı atom sayı ilə 1 vahid əksikdir. 10 atomumuz varsa 10 atomdan 1 vahid əksik 9 sigma olacaq. Ya da istəsəz elə burada formulu yazmışıq. CH3-də 3 dənə sigma, bu CH3-də də 3 dənə sigma. Daha sonra karbon-karbon arasında 1, 2, 3. 3 dənə də sigma burada olanda cəm 9 sigmamız olacaq. Ya da bu qayda ilə sigma rabitələrin sayı hesablana bilər. Və yaxud da mən dediyim qaydadan istifadə edib rahatlıqla tapa bilərsiniz. O ki, qaldı 30-cu çalışmamızın izahına. 30-cu çalışmada bizə deyir ki, deməli, X maddəsinin alınma reaksiyasının tənliyini yazın, reaksiya sərf olunan sinkin kütləsini qramdan hesablayın. Deməli, deyir ki, 1-2 dibrom propan götür. Gəlin biz də götürək. CH2 brom, CH brom və CH3. 1-2 dibrom propan oldu. Üzərinə gəlirik sink metalı. Bilirik ki, alkanların dihalogenli törəmələrinə sink metalına təsir eləyəndə sink gəlib buradan 2 dənə bromu götürəcək. Sink brom 2 şəklində çıxacaq və bromlar çıxan yerə 2 qat rabitə daxil olacaq və alken əmələ gələcək. Əmələ gələcək propen maddəsi. Və deyir ki, reaksiya üçün 80,8 qram 1-2 dibrom propan götürülərsə, alınan X maddəsinin deməli, daha doğrusu reaksiya sərf olunan sinkin kütləsini hesabla. Deməli, reaksiya üçün deyir 80,8 qram 1-2 dibrom propan sərf olunarsa, reaksiya nə qədər sink sərf olunar? Yaxşı, reaksiyanı yazdıq, əmsallaşdırdıq. Burada elə bir problem yoxdur. Növbəti halda bizə deyir ki, 80,8 qram 1-2 dibrom propan götürülüb. 1-2 dibrom propanın gəlin əvvəlcə emerini hesablayaq. 2 dənə brom var, o da eləcək 160. Üzərinə gələrək 3 karbon var. 36 o eləyəcək. Hidrogen də 1, 2, 3. 6 hidrogenimiz var. Deməli, 202 qram bunun emiri olacaq. Və biz nə görürük müəllimlər? 202 qram 1-2 dibrom propan sərf olunanda reaksiya üçün 1 mol sink. Başqa cür desək 65 qram sink sərf olunur. İndi 65 qram sink 202 qram 1-2 dibrom propan sərfinə səbəb olursa, onda gəlin görək 80,8 qram 1-2 dibrom propan üçün neçə qram sink sərf olunacaq. Bunun üçün 80,8-i vuraram 65-ə. İxtisar da aparıb yaza bilərsiniz birbaşa, necə istəsəz elə eləyin. Vurarıq 65-ə, bölərik 202-yə. Bu da bizə verəcək 26 qram. X də bərabər olacaq 26 qrama. Deməli, reaksiya sərf olan sinkin kütləsi 26 qramdır. Bizdən də bunu tələb edirdi. Beləliklə, bu sualı da bu şəkildə cavablandırmış olduq.